xarakterli çəkilən videodur. Bu nə idman xətrinə çəkilən videodur. Bu sağ qalmaq, sağlamlıq xətrinə çəkilən bir videodur. Bu işdə ən çətin bu karseti giyinməkdir. Mən uzun illərdir ki, onurğa arası qrija, yırtıqdan, protruziyadan əziyyət çəkirəm. İndi mən elə bir halda, elə bir gündəyəm ki, necə deyərlər, məcburiyyət ən yaxşı müəllimdir. Mən heç içki içə bilmirəm, sigaret çəkməyi ömrümdə çəkmirəm. Və mən bu yüklə o dağı, dərəni aşmağa məcburam ki, yenə deyirəm, reyting xətrinə filan yox, belimdə qığırdaq demək olar ki, qalmayıb. Mən korpus, əzələ karsetin möhkəm saxlamalıyam ki, məhv olmayayım, ölməyim. Sol ayağımı atrofiyadan qaytarmışam desəm, Allaha ağır gedər. Allahın köməyi ilə, izni ilə sol ayağımı atrofiyadan qaytarmışam. Min şükür Allaha. Və naşükür deyiləm, peşman deyiləm. Elə belə həyat yaxşıdır. Hamıya sağlamlıq arzulayıram, təslim olmayın.